Salam kiçik dostlar. Bugün Ormanlıqdakı Oyunlar degan kitobning davomini o'qiyman. Gulzuba bilan Dilraba. Gulzuba bilan Dilraba ikkisining Tusuqning singlisi ekanligini bildinglar. Ular boshlang'ich maktabning 3-yilligida o'qiyotdi. Ular darslarni yaxshi o'rgandi. Gulzuba sinfining ögünüş idi. O tirişen bolup kalmay savaqdaşlarga yardımlaşırdı. Dilraba azraq köngül qoysa Gulzubadan qilishmay yaxshi natijaga erishadi. Biroq o ba'zida hurunliq qilib topshiriqni Gulzubadan kechirib oldi. Bo'libmi uning matematika darsi bilan xushi yo'q. Onun bu tarafi Tusuqqa o'xshaydi. Ular ormanlıqdan qaytib kelgandan keyin Tusuqning nurg'un gaplarining yolg'on emas rost ekanligiga ishondi. Ular shu ishlarni o'z ko'zi bilan ko'rmagan bo'lsa, Tusuqning so'zlariga hargiz ishonmagan bo'ladi. Burun Tusuq ularga ko'ktoshqon va seriqtoshqon haqida so'zlab bergan edi. Sizlarning mijozinglar ormanliqdagi ko'ktoshqon bilan seriqtoshqonga o'xshaydi ekan. Gulzuba bilan Dilraba Tusuqning gapini yolg'onda bilsimi, uning mushundaq cho'chak tusini anglagan gaplariga amroq edi. Shunqasdan Tusuqning og'zini tatlaydi. Ha, aka, qani bir so'zlab bergani o toshqonlarga bizning qandaq yerlarimiz o'xshaydi ekan. Ularmi bizdek qo'shmoqmikan? Topshiriq ishlashdan zerikib turgan Dilraba daftarini bir tarafga tashlayib, akasining ko'ziga kirib oladi. Ko'k toshqon bilan seriq toshqon xuddi sizlarga o'xshash kecha-kunduz ayrilmay birga yursa-mu, turib so'qishib qoladi. Birga bo'lsa chiqisholmaydi, ayrilsa chidasholmaydi. Ko'k toshqon ishdan tirishdan, seriq toshqon bo'lsa hurun jidalxo'r. Dilraba bu gapni o'ziga elib terikib ketdi. Ha, sen meni hurun toshqonga o'xshatasansan, men nada hurun, bayataq qo'lyog'liqimni o'zim yuydim-ku. Shu yuyding deb alapasaq qilib qo'yibdikansan, men boshqadan yuyib qo'ydim. Seni kim yuysin dedi, yuyib bo'lgan qo'lyog'liqni o'zi boshqadan yuyib yendihi. Ular ana shundoq takallashib so'qishib qolg'ili tas qoladi. Shu chaqda Gulzuba jidalning oldini oladi. Voy, akam og'ziga kelgan yolg'on gapni qilyotdi. Ular ormanliqda chechan toshqonmi, hurun toshqonmi yo'q. Akam bizni teriktirib da'vatgan gap. Bu akamni boshqalarning yolg'onchiligini bekor emaskan. Endi yolg'on gap qilmag'ina seni bolalar yolg'onchi desa bizning achchig'imiz keldi ekan. Ulardan aksiga nasihat qiladi. Men rost gap qilsam ular ishonmaydi ekan, qandoq qilaman? Tusuq amalsiz ahvolga tushib qolgandek peshin qashlaydi. Aka, sen og'zingga kelgan gapni qilmay, boshqalar ishongudek gap qilmamasdan, men boshqalar ishonmagudek qaysi gapni qilibdiman? Sen doim eyiqqa minib oldim, yo'lbos mendan qo'rquvdi, meni bek cho'ng ko'rdi deb yursang, undaq gaplarga haq qanday ishindi? Biroq bu gaplarimning hammasi rost tursa, yolg'on. Gulzuba bilan Dilraba tangda varqiraydi. Endilikda ular aksiga uval qilganligini bildi. Gulzuba bilan Dilraba maktabdan qaytib kelib topshiriqlarini ishlab bo'lib, hovlining ikki tarafiga boradi-da toz bilan aqudan usul o'ynatdi. Toz Gulzubaga aqu Dilrabaga astoydillik bilan usul o'rgatdi.
Ular bu işni məhəlledəki və məktəbdəki balalarga demək duralmadı. Teneffüsdə Dilraba bir top balalarını ətrafaga yığıb elib hayacan bilan sözüldü. Mənə hazır Akku usul öyrətiyordu. O usulunu həqiqətən çiraylı oynaydı. Hazır mən onundək usul oynayalaydıqan boldum. Balalar Dilrabanın sözüge işenmedi. Fakat onu kızıqçılıq qılıvatıda düşündü. Dilraba bilan çıkışmaydıgan ayrım balalar onu mazaq qılğanday qaqahlab gülüşüp getdi. Hey Şöhrət, demiş gülsən, özünçü gebimge işenmeye adamsan. Açıq gelgende oğul balalar bilan soğuşu verdiğin Dilraba savaqdiş Şöhrətinin hicarab turğanlığını görüp varqırdı. Kəmsöz Gülzıba mı bu sırrını məhəllədəki balalara demək duralmadı. Hey balalar, mən sizlərə bir gəpni desəm anlamsızlar. Rast gəpmi, yalğan gəpmi? Mən qaçan yalğan gəp qılğan, senin mi yalğan gəp qılğanlığını anlamadıq. Bırak sen Tusuq akamның sınlısı dep Dilrabanın hədisi bu gəpni anlap ətrafdakı balalar paraq qıdı güldü. Sizlər akam bilan sınlımını yalğancı deməkçimi? Əslində akam yalğan sözümü etken bizim burun onun rast gəpige işenmək yapıdıq. Dilraba ikimiz bunu tek hiç yıkandıla bildik. Gülzıba balalarga gəpinin rastlıqını Tusuq bilan Dilrabanın yalğan aytmağanlığını şunç düşəndirsin. Bu balalar onun sözüge işenmegəndək pıxıldab gülüşdü. Hey Gülzıba, akınız bilan sınlığınızın gəpini qılıvermək, bizge dep verməkçi bolğan gəpinizin deməmsiz. Bopda əmsə, mən sizlərə heyran qaldığan rast gəpdən birini dep berək. İşənməsənlər özünlərinin işi, məni yalancı deməksizlər cümü. Gülzıbanın gəpiyi qızıqıb turğan balalar boldu dep tən var qıraşdı. Gülzıba birdən oyunu alğandan keyin gəpigi başladı. Ağa ormanlıqqa sizlər kirib baxqanmı? Gülzıba ormanlıq tərəfə qolunu sozdu. Yiraqdan qarayıb görünüb turğan ormanlıqqa barğan balalar yox deyərlik idi. Mən bu barmağan uyardı böre dep anladımğı. Böre bar dep anladımğı. Mən bu anlığan Qasım qavmının nəçi qoyunu aşı ormanlıqdaki böğürlər yeritib tükən. Mən o ormanlıqqa dadam bilan nəçi qitin barğan, o yerde böğürü tumaq çaşqan mı yoxkən? Balda birdən cim turub turunlar, sizlər o yerge berib baxmağan, başqalarını yalğanç değişik amraq bolğununlar bilan özünlər mürast gəp qılmağa gensizlər. Mən o yerge 2 qitin bardım, özünüz yalğız bardınız mı? Yox, akam sınlım üçümüz bardık. Biz o yerde şenlik gördük. Yavatqa mendik quşlar məhəllisi gibi erib quşlarının naqsını anıldık. Mənə toz uqanğı Akku usul öyrətidigan boldu. Gülzıba ormanlıqda görgənlərə qılçımı yalğan gəp qoşmay sözləb bərsimi? Məhəllədəki balalar ona işəməy paraqlab gülüb getdi. Bəzi ədəbsiz balalar Gülzıbanın aldıda yalğancı sınlığımız bolğan ikən, yalğancı bolmay nem bolsu boladı dep mazaq qilishdi. Dilraba mı Gülzıbada künge qalğan idi. O mu rast gəp qılıvatqan bolsa mı balalar onun gəpigi işənmək, onu sen mi xudda aqanlık yalğancı bopsan dep əyiblidi. Onlarına gəpigi heç kim işənmədi. Balalar tügül dadısı bila apsımı onlarının gəpigi işiniş uyaq dursun kulağımı sap koymadı. Vay bu işlərim aqanlarına doğrab nədiki gəpni qıldığanı bopsular.
Ondaq gəpni tolu qılmağlar, akanlardaki yalğancı degen namğa erişip qalmağlar. Reyhangül hədə ularının haştalığını berib etib şundaq dedi. Hə, qızlıqçı bolğanның nəri yaman, ondaq gəpni kamlaşdırıb qılalaydıqan adam qalıdı. Balalarını erken sözleşkim yol qoymaydıkensilər. Qurban Haqqı xırıldab külüb qoydu. Külüb şundaq deb qoydu. Bir günü Gülzıba bilan Dilraba tapşırıqlarını işləb olub məsləhətləşdi. Ukam hazır məktəbdəki həm məhəllədəki balalar ikimizin yalğancı deydiğən boldu. Onlarga gepimizin rastlığını qandaq qılsaq bildirəlməyimiz. Mışının amalını qılmışsaq bizim yalğancı degen namını aldığan oxşayımız. Gülzıba terkib qollarını uğuladı. Bunu yaxşı sordun. Mən bu neçə gündən beri köp oylab onun amalını tapdım. Dilraba başqalar ağlab qalmışsın degəndə Gülzıbanın kuluqu pişirildi. Qandaq amal, sən balalarını qotanğı möhtürüb tursan, mən Akkonu əkəlsəm, ular Akkonun mənə sulu itaatqanlığını görsə, gepimiz geçindi əməsmi? Bu amalın boldiken əmsi məhəllimizdeki gepimiz geçənməyətqan balalarının həməsini yığaylı. Ular bu məsləhətçiden xuşal olub getdi. Tusuq Mahmud bu aydın da böyünü atqan bolğaşqa sınırlarının aşağı arlışalmayvatdı. Keşkurun məhəlledeki balalar Gülzıba bilan Dilrabanın yerini bel vuruşlarına mağul bulup Gülzıbalarının kotanığa yığıldı. Gülzıba ular bilan birlə kotanığa yoşurundu. Dilraba oğuldaki kotanın uduldaki yerine kelip yançıqığa çıqıb selib alğan Akkonun peyini 3 qetim bölgən. Şu zaman Akko onun aldığı peyda oldu. Assalamu aleyküm, Akko'da tinç durvatanısız. Ve aleyküm assalam, özünüz mü yaxşı durvatqanısız? Bayramınlağı yan kaç gün qaldı? Bayramımızga yan 8 gün qaldı. Ondaq bolsa usulunun ağır qismini öyrənəyli. Akko xuddi mahir usul okutkucularda sanakı keltirip türlü usul hareketlerini öğretti. Dilraba'nı astaydıl öğretti. Onun nazik ve çıraylık hareketleri kişini söyündüretti. Akko'nun bazı hareketlerini orundaş tesbih olğaşqa Dilraba o hareketlerini kayıt məşq qılıb vayiqa yetkizib orundamağıca onun aytdı. Gülzıba kotanğı yoşurunup turğan balalarga qandaqkən degəndək mağrurana qarab qoydu. Balalar Dilrabanın nəfs usuluğa qızıqlatqan bolsa mu, Akko faqat Gülzıba və Dilrabadan başqa heç kim görəlmədi. Akko qaçanlıq geldi, o yerde nerede Akko var? Görməyə adamsılar Dilrabağa usul öğütüb atqan Akko bolmay nemə? Gülzıba arqan düşəndirsin mi? Balalar Akkonu görəlmədi. Balalar, ular bizni əhmək qılıb etibdi deyib oylab orunlarından turub keçişdi. Akkon özlükdən qayıb oldu. Gülzıba bilan Dilraba balalarının Akkonu görəlməyənligidən təxmin tut olub getdi.